Let's go. Oranda müdahale. Sekti. Kornerde Elnur topu Cəfər atır. Cəfər neyniyəcək burada? Ve gol! Cəfər gözəl bir gol Müthiş vurdu. bir gol, müthiş. Cəfər Sanık böyle gol. xatırladıq ki, bu oyuna Mehdi gəlməmişdi və hesabı 2-0 elədi. Və ikinci top yenə də Elnur'un asisti. Əlfaladı və hesabı 2-0 elədi. Bu oyun her komandaydı ve komandaya bana Əlfaladı Sveysadan Altay'a Altay ve gol! Gözəl bir gol şimdi Altay. Həqiqətən də oyunda çox atak oldu, çox gərgin anlar oldu və Altay komanda kapitanı olmağı ona bu oyun yarayıb. Həqiqətən də komandasına lider eləyir və Rəvan axır ki golunu vurdu və Rəvan tutasına
Amma birtər onu razı saldıq ki, qardaşlar, bu səfər o komandadan ol, gələn səfər buradan olarsan və şey ediyorsun. Bəli, Sürəc Rəvanı qəşki. Yenə top səfərə düşəcək. Uzaqdan zərbə və gol! Uzaqdan. Daha nereden atacaq? Burada Casillas da olsaydı bu topu tuta bilməzdi. Biraz qalmaqallı epizoduydu. Biraz qalmaqallı. Yok, 3-3 olur bəli. Bəli, 3-3 oldu. Hesabı bərabərləşdirdi və bir dəqiqə sonra Rəvanla. Boş qapı deyərdi, amma çətin epizod. Yəni çünki küncdən belə top vurmaq özü atasına qarşı. Hər adam vura bilmir, bəli. Həm müdafiədə. Aha, Əşrəf nə edəcək? Uzaqdan zərbəsi və top. Amerin əlinin altından keçildi də biraz. Vurmaq da var. Hesabı 4-4 edir, bəli. 4-4'lük bir maç izliyoruz, bəli. Vurmayana vurarlar. Klasik futbolda sözünü deyil. Boşkapın komandası hesabda öne keçebilmedi. Öne çekti. Oyun ünnətdə Rəvan Altay işbirliği çox öz sözündür. Bəli, Altayın Rəvandan gözəl bir bacak arası və ne olacaq burada? Rəvan və Rəvan. İki Rəvanın gol. bir Rəvan o birimiz Rəvanın aşıklasından istifadə edərək topu hat-trick elədi. Bəli, orada hat-trick elədi Rəvan. Altay və Cəfər, bəli, Cəfər vurdu, Sami'dən qayıtdı. Təkrar zərbə və gol! Təkrar zərbə. Təkrar rəsmi. Bəli, bəli. Evet, çok güzel. Cəfər etdi. Altaydan oyunun asisti və Sürəc. Gözəl bir gol. Gol da Sürəc. Sürəcin gözəl topu, bəli, Sürəc. Hesabı bərabərləşdirdi. 6-6. Bugün düştüğü 6-4'ten 6-6 elədi və görək sondan olacaq. Elnur'un artıq 3-cü asistidir. Rəvan nə edir burada? Altaydan qapısını da Allah'da Altay və İsa boş qalıyor. Topunu vurur və top 7. Axır ki İsa'nın da 3 qoludur səhv eləmirəmsə. Bəli, hesab 7-6 oldu, bəli. Çox heyif. Bu atakda gol olmadı. Burada isə Təbriz Əminin pasda işləm uzaqda zərbə və gol! Gözəl. Bəlkə oyunun ən gözəl gol ola bilər. Sinterdən də Dalbaydaqda. Bir damcıya baxda bəli. Və yenə də Samirə, yoxsa bəli, yenə də Samir edir bəli. küçük oldu Samira. Əşrəf hat-trick elədi və uzaqdan növbəti gözəl gol oldu. İçine Samira. Qapıcı Təbriz Əmində asist elədi və Əşrəf hat-trick elədi. Öne keçəcəklər, amma yenə də vurmayana vurarlar və Rəvan atasına qarşı növbəti golü vurdu. Rəvan 4-cü zərətqamız qalır. 5 dəqiqə qalıb 3 balımızın bitməsinə. O qədər həyəcanlı gedir ki, adam bitməyini istəmir həqiqətində. Gözlərimizi ala bilmir. 8-ci top. Rəvan artıq poker elədi, bəli. Altay. Bəli, isə sadəcə toxunmaq qaldı və hesab arasındakı fərq 3 top. Müdafiədəki boşluq hiss oldu, bəli. Bütün komanda Əks hücum idi. Yəni bu əks hücum idi və anlaşılan idi. Əgər sən hücuma gedib itin komandası elədi və 9-cu bəli artıq 16 dəqiqədən çox da oyun davam edir və oyuncular artıq yorulublar. Və burada gözəl bir gol vurdu, bəli. Oyuncular artıq yorulublar. Və davanla buradan Qalacıqlar Monaco ilə o vaxtda Porto oyununda Juli gözəl bir davan gol vurmuşdu və indi isə səhnə Altayın var. Altay artıq 4-cü golunu vurdu. Artıq Təbriz əsəbləşib oyuna girir. Təbriz ikisi keçir və heç nə bitməyibdir. Biz bitdi demədən bitməzdir burada. Hələ də vaxta var deyil. Vaxta yəni 10 dəqiqədən biraz az vaxt qalır və 8 oldu. Bizi hələ də qabaqda 3 dəqiqəlik oyun var, elə də bəli. Sürəc at. Biz bitdi deyirik, amma artıq 3 topa çatır, 11-8 olur. Və oyunun artıq son anları gedir, etdiyim şərəf qolunu axtarır. Altay nələr eləyib, Altay 6-cı qolunu. Təbriz Əmində Rəvan və Rəvan son nöqtəni qoyur, bəli. Oyun bitir, 11-9 gözəl oyun oldu. Biz də oyunu şərh elədik. Elnur və Mehdi növbəti oyunları da şərh eləyəcək inşallah.
Nəsə də bir qüsurumuz oldusa özür diləyirəm. Bu oyunun statistikasıdır. Sağ olun, salamat qalın. Uzun fasilədən sonra, uzun illərdən sonra axır ki, müəyyən etirazlar, qalmaqallar, qaçırmalar, qərarlaşmalardan sonra Elnurun komandası və İslamın komandası üzrə gəlirlər bu dəqiqədə. İndi isə Kamran Hüseynov. Kamran gözəl keçid elədi. Əşrəf yolu, Əşrəfdən möhtəşəm pas. Kamran təkbətək çıxıb Kamran və gol! Kamran son oyunlarda hər oyun dünya olaraq üstünə qoyacaq gedir və İsa'nın dəyişilməz oyuncularından birinə çevrilmiş saxladır. İndi isə arxadan oyun qrupu Eksin komandası Elnurdan cədiyyən cədiyyən Elnur və gol! Cəbinin asisti ilə hesabı bərabərləşdirdi. Gərgin epizodu bir gərgin mübarizə bir sürə zamanı olmağa çalışır. Bəli. Komandaya çox xeyirli. Oy. İndi isə gollərin az qabağa çıxmağına yararlanaraq bəli. Elnur hesabı bəli. Möhtəşəm bir gol. Bunu hər an yoxlayır. Altay bunu hər an verir. Yaşlarına dəyir. Ki bayaqki epizod çox yanıltdı məni. Çok güzel bir gol vurdu ve hes bir gol oldu. Hatırladık ki bir bitmeden tutup geldi. Stoldan durup geldi. Zafer'in güzel topu, Kamran'ın güzel asisti ve Altay'ın beraberlik golü izledi. Ben hazırlanmak itibariyle belki de yani 4 pasa vuruldu gol. Yani 4 pasa vuruldu gol ve bu tekrar etti. Zebi Elfaga oynuyor. Elfaga pas veriyor. Bəli, pas verdi ve gol oldu. Bəli, Elfaga. Elnur hat-trick elədi. Elfagadan Elnur'a ve Elnur'dan qapıya. Hətta itim komandası golunu Ondan sonra bir müdafiə edir. Hocam bir əksizin qapıya salır. Elfagadan Elnur'a. Elnur əksizin qapıya salır. Elnur yerdən Zebiyə və gol. Böyle güzel oldu. Ya da Elfaga, Zebi ve Elnur bir şey çıxardı. Hətta Mehdi'nin belə arkadan pasında pasa bir fərqi. Bir top öndirdi. Altay möhtəşəm bir zərbəsi. Heç bir yerəsiz yox. Bəli, kimsə vurdu, çift bucağa vurdu və Təbrizəni bu golda. Yıkatın komandası bir yerdədir. Sanın komandası isə bəli. Və gol! Sadə də gözəldir, bəli. Sadə də gözəllidir. Əşrəf Kamranın asistindən istifadə edir. Bu isə oyunda uzaqlaşdırır və Əşrəf Elnur burada və gol! Özünü burada Mehdi'ne mesafə yox, Cəfər. Cəfər də golunu Kamrana verdi. Kamrandan Cəfərə bak. Cəfər gol! Kəllə ilə topu qoldurur. Altaydan gözəl baş zərbəsinə, taban zərbəsinə hazırlamışdı. Kamran Sanın asisti bəli. Komandanın kaptanı İsa asist elədi və Kamran oyunda 2 dəfə önə keçir. Mehdi'den Cəbiyə doğru pas Cəbi tək-bətəkə çıxacaq və derbi 7-7 davam edir və həyəcanla onun sonunu gözləyirdi. Uzun illərdən sonra derbi qarşılaşması baş tutdu. Sağ olun sizinlə mənim. Salam dostlar, hər birinizi salamlayıram. Yerdən qarşınızdayız. Əşrəf dönür, Əşrəfdən gözəl düşür. Kamran təpələş və gol. Bəli, Kamran hesabı açır. Kamrandan bol və tək-bətəki gözəl ram elədi, gözəl kullandı və gözəl qoldu. Kamran son oyunlarda İsa'nın kameranı ötürmək. Kamrandan ikinci golü biraz
İtim komandası 2 topu 2 fərqə çıxartdı və burada isə Cəfərin pası Təbrizə müqabilə çıxır. Əşrəf və gol. Bu golun məsələ Sami topu uzatmağa çalışır. Cəfər və gol. Əzimkar mübarizə. Yenə də möhtəşəm oyun. Adrenalin dolu, heyecan dolu. İtim komandası 7-7 elədi. İndi isə Kamran nələr edir? Birini Allah, diksin Allah, gücün Allah, dördün Allah və gol. İstifadə elədi. Azad, Samir, Alfara, hamısını Allah-Allah. Epizodun əvəzçisi və cəhmədən və möhtəşəm gol vurdu və hesabı bərabərləşdirir. Şuninho vurdu buna. Sanki Şuninho. Braziliyalı oyuncu, Lyon'un əfsanəvi oyuncusu. Fərq yox, hər iki komanda qələbə istəyir. Hər iki komanda udmaq istəyir və Cəfər 9-cu topu vurur və oyunun 9-cu golunu vurur. Sizir və İsa 10-cu topu vurur. 10-cu topu vurdu. 8-ə bəli, əzimkar oyun, əzimkar mübarizə və maç bitdi bəli. Oyun bitdi, oyun bitdi. Sağ olasın, salamat qalın. Bu isə oyunun statistikasıdır. Və siz heyətlərlə tanış oldunuz. Hüseynov hesabı açdı gözəl baş zərbəsi ilə. Qapçı da səhv idin olar. Sami gözəl asisti və sağlı sollu ataklar eləyir. Burada isə Kamran müdafiəni yarır və Elxanın anlaşılmazlığı Kamranın möhtəşəm goluna səbəb. Bu golda avtogol da deyərlər. Spoiler vermə. Elnur Kamrana seyirdi. Alfaya və gol və 2-1 oldu hesab. İtim komandası biz buradayıq deyir, uduzmayacaq deyir. Orada İsa'nın cərimə zərbəsindən sonrası Kamran hesabı 3-1 elədi. Bəli, İsa'nın möhtəşəm cərimə zərbəsi dirəyə dəydi və orada gol duyma olan, hiss eləyən, hər epizoddan maksimum yararlayan Kamran Hüseynov özünün və komandasının 3-cü golunu etdi. Elxandan Elnur'a doğru tüneldə incə pas, Elxana topu təkbətəkə buraxdı və bir topa indirdi. Bəli, gözəl Elxana dubla imza attı və Elnur 2 asist, Elxana 2 golla yatdı qalır. Hələ ki, hesabı Elxandan Elnur'a, Elnur'dan Anana, Anandan Elnur'a, Elnur'dan qapıya və gol. Bəli, hesabı bərabərləşdirdi Elnur Anarın asistində. 1 gol, 2 asistlə yatdı qalır hələ ki Elnur. Biz buradayıq, biz uduzmayacaq. Oyunda hər şey ola bilərdir və hesab arasında fərq qalmadı və indi isə kartlar yenidən paylanacaq. Elnur qapının yanına keçdi. Əşrəf və Əşrəfdən gözəl, fantastik hərəkət və gözəl bir gol vurdu bəli. 4-3 İtim komandası öndədir. Əşrəfin boyunda 3 golunu vurdu. İsa isə sevilir, amma Kamran boş olmağa baxmayaraq uzu vurmaq çəkdi və qapıcı qaytardı. Burada isə Cəfər günahını yudi və 5-3 elədi bəli. Kamran 2 topa qaldı. Elfağadan Elnur'a və Elnur golların birinin əvəzini çıxdı bəli. Hesab isə 5-4 oldu burada. Elfağa yenə də Defsalalı 2 dənə ulduz oyuncu öz sözünü deyir. Elnur'un ikinci komandasının Elnur topun qarşısına aldı. Elnur bugün orta hücum zaşıda hər yerdədir. Elfağa oluyor. Elfağadan Anar'a doğru ötürmə. Anar təkbətək qalır. Anar'ın zərbəsi və gol. Vurdu boyunda Elfağanın isə 3-cü asisti deyərdim, amma ikinci asistidir bəli. Heç də ola bilər. Nənəsə o axırda şey eləyərik. Kamrandan gözəl hərəkət. Kamran təkbətək çıxdı və gol. Kamran fərdi ustalığı sayəsində Kamran gol vurdu. Bəli, qapıcı Kamrandan gözəl pas, 2 dənə Kamranın işbirliyi və Hüseynov Kamranın hesabı 6-5 oldu və İtim komandası burada isə Anarın pasını verdi, təkbətək qalır və hesabı bərabərləşdirdi bəli. Biz buradayıq deyir, biz əl çəkmirik deyir, hesabı bərabərləşdirəcək deyir və 6-6'lıq bir maç izləyirik. Bəli, Anarın pasında Elnur hesabı bərabərləşdirdi. Elfağadan Anar'a, Anar və gol. Bəli, hesabda öyle ki, hesab hələ ki 7-6'dır. Nəzərdə çatdırım ki, son 2 oyunu ne oldu ama cərmə oldu. Niye oldu? Amma möhtəşəm bir gol oldu. Bəli, İsa'nın möhtəşəm cərimə zərbəsi ilə hesab 7-7 bərabərləşir və komandanın kapitanı oyunda ilk golunu vurur və
komandada lider olan məğlub olmayacaqdır, geri dönəcəkdir. Bu maç burada bitməzdir və möhtəşəm cərimə zərbəsi ilə qolun təkrarını gözəl sevi vardı. Düzdür, burada 50% Mehdi qaçırsa, 50% Cəfərdir. Bura gələcəkdir, amma Əşrəf möhtəşəm bir qol vurdu və hesab arasındakı fərqi artırdı və baxırsınız sizinlə bir dizi sağ olun, gələn görüşlərə dək.